Salam əziz müəllimlər və şagirdlər. Bugün Azərbaycan tarixindən 3-cü mövzumuz olan Manna dövləti haqqında danışacağıq. İndi isə keçək Mannanın izahına. Erkən dövlət qurumları süquta uğradıqdan sonra Urmiya gölünün ətrafında bir sıra xırda vilayətlər meydana gəldi və bu xırda vilayətlərin hər birinin dövlət başçısı və şəhər qalaları mövcud idi. Assuriyalılar həmin o vilayət hakimlərini, tayfa başçılarını fərqləndirmək üçün onları bir ümumi adı altında Şarrani adlandırırdılar. Şarrani, yəni hökmdar adlandırırdı. Hökmdar adlandırırdılar. Hökmdar adlandırırlar və Urmiya gölünün ətrafında meydana gəlmiş vilayətlərin isə ən böyüyü isə Zanua vilayətidir. Zanua əvvəllər Lullubilənin torpağı olmuşdur. Hətta Manna dövləti yarandıqdan sonra da həmin bu Zanua vilayətinə Lullubilən ölkəsi də deyirdilər. Eramızdan əvvəl, onu da qeyd edək ki, Manna dövləti şimalda Aratsayı, cənub-şərqdə Midiya, qərbdə Assuriya və cənub-qərbdə isə, şimal-qərbdə isə Urartu dövlətləri ilə sərhəd idi. Manna dövləti şimalda Aratsa ilə, cənub-şərqdə Midiya, qərbdə Assuriya, şimal-qərbdə isə Urartu dövlətlərinə sərhəd idi. Və eramızdan əvvəl 1-ci minilliyin əvvəllərində Assuriyanın Urmiya gölü hövzəsində yürüşlərinin sayı daha da artmağa başladı və burada yerləşən vilayətlərin başçılarının bəziləri xərac ödəməklə Assuriyadan canlarını xilas edirdilər, bəziləri isə müqavimət göstərsələr də məğlub olurdular. Vəziyyətin ağırlığı artıq həmin o vilayət başçılarına bir dövlət halda birləşməyin zəruri olduğunu göstərdi və Zanua vilayətinin hakimlərinin səyi nəticəsində həmin o vilayətlər birləşərək bir dövlət yaratdılar. Bu dövlətin adı isə Manna dövlətidir. Manna adına ilk dəfə eramızdan əvvəl 843-cü ildə Assuriya hökmdarı 3-cü Salmanasarın mixi yazılı kitabəsində rast gəlmişdi. Manna adına ilk dəfə eramızdan əvvəl 843-cü ildə Assuriya hökmdarı 3-cü Salmanasarın mixi yazılı kitabəsində rast gəlmişdi. Adətən Assurlar hansı əraziyə hücum edirdilərsə, öz kitablarında həmin dövlətin adını, oradan ələ keçirdikləri qarətlər, ələ keçirdiyinə qədər xərac aldıqları barədə öz kitablarında məlumat verirlər. Ancaq həmin bu 843-cü il yürüşü zamanı öz kitabələrində heç bir qarət talan haqqında məlumat yoxdur və bu da görünür ki, həmin dövrdə Mannalılar Assurlara güclü müqavimət göstərmiş və onları öz ərazilərinə buraxmamışdılar. Eramızdan əvvəl 829-cu ildə 3-cü Salmanasarın sərkərdəsinin Mannaya yürüşü zamanı ilk dəfə onların Manna hökmdarının adı qeyd edilmişdi. Udaki, Mannanın ilk hökmdarının adı Udakin adı qeyd edilmişdir və o kitabda yazılmış ki, mən Mannanın Udakinin məskənlərinə yaxınlaşdım və hətta 829-cu il yürüşü zamanı Mannanın paytaxtı İzirtu şəhərində adı qeyd edilmişdir kitabda. İzirtunu da Padşah şəhəri adlandırırlar. Padşah şəhəri adlandırırlar. Sonra Manna dövləti uşaqlar ictimai quruluşuna görə quldar, siyasi quruluşuna görə isə monarxiya dövlətidir. Monarxiya sözünün mənasını tək hakimiyyətli deməkdir. Yəni, hakimiyyətin bir hökmdarın əlində cəmləşib dövlət idarə etmə formasına monarxiya deyilir. Manna dövlətində bildiyimiz kimi dövləti hökmdar idarə edirdi və hökmdarın yanında Ağsaqqallar Şurası fəaliyyət göstərirdi. Ağsaqqallar Şurası fəaliyyət göstərdi. Mannada Ağsaqqallar Şurasının fəaliyyət göstərməsi Mannanın ibtidai cəmiyyətdən sinifli cəmiyyətə yenicə keçdiyində sübut edir. Eramızdan əvvəl 8-ci əsrdən etibarən artıq Mannada hakimiyyət irsən keçməyə başladı. Yəni, atadan oğula keçməyə başladı. Sonra, indi isə gələk Mannanın hökmdarları haqqında. Mannanın ən qüdrətli hökmdarı İranzo olmuşdur. Ən qüdrətli hökmdarı İranzo. Manna dövləti eramızdan əvvəl 9-cu əsrdə yaranmışdır. Ən qüdrətli hökmdarın adı isə İranzo olmuşdur. İranzonun hakimiyyət illəri eramızdan əvvəl 740-719-cu illərdir. İranzo hakimiyyətə gələrkən çox çətin bir vəziyyətdə hakimiyyətə gəlmişdir. Çünki Mannanın iki böyük düşməni vardı. Bir düşməni Assuriya idi, digər düşməni isə Urartu idi. Bundan başqa İranzo hakimiyyətə gələrkən nə olsun ki, dövlət yaranmışdı. Hələ də bəzi vilayət hakimləri müstəqil siyasət yeridirlər. Ona görə İranzonun qarşısında iki şərt vardı. Bir, xarici hücumların qarşısını almaq, yəni Assuriya və Urartun hücumlarının qarşısını almaq. İkincisi də ki, həmin o müstəqil siyasət yeridən vilayət hakimləri, mərkəzi hakimləri tabe edərək
mərkəzləşdirilmiş dövlət yaratmaq. Yəni İranzunun hakimiyyətinə qədər Manna mərkəzləşdirilmiş dövlət deyildi. Ona görə də İranzu çalışırdı ki, həmin o müstəqil siyasət yerində vilayət hakimləri mərkəzi hakimiyyətə tabe etsin və belə də etdi. Bəzi vilayət hakimləri mərkəzi hakimiyyətə tabe edərək onların yerinə öz təyin etdiyi canişinlərini qoydu və nəticədə İranzunun hakimiyyəti dövründə Mannada mərkəzləşdirilmiş dövlət yaradıldı. Mərkəzləşdirilmiş dövlət yarandı. İranzunun hakimiyyəti dövründə mərkəzləşdirilmiş dövlət. Mərkəzləşdirilmiş dövlət uşağı, yəni bir mərkəzdən idarə olunması da, yəni canişinlərin yəni hökmdar tərəfindən təyin edilməsinə deyirlər. Mərkəzləşdirilmiş dövlət. Həm də İranzunun dövründə mərkəzləşdirilmiş dövlət yaradıldı və həmin o vilayətlərə İranzu öz təyin etdiyi, həmin o vilayətlər İranzu təyin etdiyi canişinlər tərəfindən idarə olunduğuna görə İranzunun hakimiyyəti dövründə Mannada canişinlik sistemi də yarandı. Mannada canişinlik sistemi də yarandı. Sonra, lakin İranzunun həyata keçirdiyi bu mərkəzləşdirmə siyasəti bəzi vilayət hakimlərinin narazılığa səbəb oldu. Çünki onlar müstəqil siyasət yeritmək istəyirdilər. Bu da Urartu hökmdarı 1-ci Rusiyanın mənafeyinə uyğun idi və o bəzi vilayət hakimləri 1-ci Rusiyanın hiləsini başa düşməyərək onun tərəfinə keçdilər və eramızda 719-cu ildə İranzunun öldüyü ildə Mannanın iki şəhərində, eramızda 719-cu ildə Mannanın iki şəhərində Şuandahul və Durdukka şəhərlərində üsyanlar baş verdi. İranzunun mərkəzləşmə siyasətinə qarşı üsyanlar baş verdi və İranzu bu üsyanları yatıra bilməyəcəyini görərək müttəfiqi Asuriyadan kömək istədi. Onu da qeyd edəm ki, iki dənə düşməni var idi. Manna dövlətinin Asuriya və Urartu və İranzu Asuriya ilə müttəfiq olmaq qərarına gəldi. Və eramızda 719-cu ildə Manna İranzu bu üsyanları yatıra bilməyəcəyini görərək müttəfiqi Asuriya hökmdarı 2-ci Sarqona kömək istədi və 2-ci Sarqon da dərhal Mannaya hücum edərək bu şəhərlərdə baş vermiş üsyanları yatırdı. Və həmin ildə İranzun özü də öldü. İranzunun ölümündən sonra hakimiyyətə onun oğlu Aza gəldi. Azanın hakimiyyətliyi eramızda 718-716-cı illərdir. Cəmi 2 il hakimiyyətdə olmuşdu. Aza da hakimiyyətə gələrkən atası kimi Asuriya meyilli siyasət yeritdi. Lakin ölkədə baş vermiş bu üsyanları, ixtişaşların qarşısını ala bilmədi və eramızda 716-cı ildə Uauş dağı, indiki Səhət dağına deyirlər. Uauş dağında Urartu meyilli qüvvələrlə döyüş zamanı öldürüldü. Və bundan istifadə edən Urartu hökmdarı 1-ci Rusiya dərhal Mannaya hücum edərək Mannanın 22 qalasını ələ keçirdi və eramızda 716-cı ildə İranzunun digər oğlu Ulusunu hakimiyyətə gəldi. Eramızda 716-cı ildə hakimiyyətə gəldi. Hakimiyyət illəri eramızdan əvvəl 716-680-ci illərdir. Ulusunun hakimiyyət illəri. Eramızdan əvvəl 716-680. Ulusunu hakimiyyətə gələrkən çıxılmaz vəziyyətdə qaldı və məcbur Urartu meyilli siyasət yeritməyə başladı. Onun Urartu meyilli siyasət yeritməyi Asuriya hökmdarı 2-ci Sarqonun mənafeyinə zidd idi. Ona görə də eramızdan 716-cı ildə Asuriya hökmdarı 2-ci Sarqon eramızdan 716-cı ildə Mannaya yürüş etdi. Onun yürüş xəbərini eşidən Ulusunu qorxusundan dağlara qaçdı və 2-ci Sarqon Mannanın paytaxtı İzurtu şəhərini tutub dağıtdı, xeyli qarət, malqara ələ keçirdi və artıq meydana tək qaldığını görən Ulusunu dağlardan enərək gəldi, paytaxt İzurtuya gələrək 2-ci Sarqonun hüzuruna çıxdı və ondan bağışlanmasını istədi və 2-ci Sarqon da Ulusunu atası İranzuya görə bağışladı və onun Manna taxtında əyləşdirdi və Ulusunu ölənə qədər, 680-ci ilə qədər Asuriya meyilli siyasət yeritməyə başladı. Və 2-ci Sarqonun Mannaya ən uğurlu yürüşü isə eramızda 714-cü ildə olmuşdu. Eramızda 714-cü ildə. Bu yürüş zamanı Manna ilə Asuriya arasında Sirdaqqa şəhərində bir müqavilə imzalanır. Manna ilə Asuriya arasında Sirdaqqa şəhərində müqavilə imzalanır və bu müqavilənin nəticəsində bu razılaşmaya görə Manna, yəni Manna hökmdarı Ulusunu Asuriya ordusunu ərzaqla təmin edəcəkdir. 2-ci Sarqon isə əvəzində 1-ci Rusiyanın, Urartu hökmdarı 1-ci Rusiyanın ələ keçirdiyi əraziləri Mannaya qaytaracağına söz verdi və belə də oldu və 2-ci Sarqon, Asuriya hökmdarı 2-ci Sarqon dərhal bu razılaşmadan sonra Urartunun üzərinə hücuma keçir, Urartunu məğlubiyyətə uğradır və Urartu hökmdarı 1-ci Rusiya bu məğlubiyyətə dözə bilməyərək özünü öldürür. Və bundan sonra
Urartu dövləti zəiflik və bir daha Manna daxili işlərinə qarışa bilmir və Manna güclü dövlətə çevrilir. Sonra indi isə keçirik Ahşeri və Ualiyə. Deməli biz Manna dövləti haqqında danışarkən 6 hökmdarın adını çəkəcəyik. Udaki dövlətin əsasını qoyan İranzu, Aza, Urlusunu, Ahşeri və Ualiyə. Eramızdan əvvəl 7-ci əsrin əvvəllərində, yəni birinci yarısında, eramızdan əvvəl 7-ci əsrin birinci yarısında, eramızdan əvvəl 7-ci əsrin birinci yarısında Qara dənizin şimalında və Krım yarımadasında yaşayan Kimmerski Sak tayfaları Cənubi Qafqaza yürüş etdilər və onların Cənubi Qafqaza gəlməsi buradakı vəziyyəti bir qədər pisləşdirməyə başladı. Çünki həmin vaxtı hakimiyyətdə Ahşeri idi, Manna hökmdarı Ahşeri hakimiyyətdə idi. Ahşeri hakimiyyət illəri eramızdan əvvəl 675-650-ci illərdir. Eramızdan əvvəl 675-650-ci illər. Və onların Cənubi Qafqaza gəlməsindən istifadə edən Manna hökmdarı Ahşeri onları öz ölkəsinə buraxdı və Mannanın şimalına yerləşdirdi və Kimmerski Sak tayfaların döyüşçülərindən də orduya cəlb edərək ordusunu gücləndirməyə başladı və bundan istifadə edən Ahşeri Assuriya ilə ittifaqdan çıxdı və hətta Assuriyanın sərhəd şəhərlərinə belə hücum etməkdən çəkinmirdi. Kimmerski Sak tayfalarının Mannaya gəlişindən sonra bu hadisələr baş vermişdi və bu zamanda Assuriya hökmdarının adı Aşurbanipal idi. Aşurbanipal. Assurlar bir neçə dəfə Kimmerski Sak tayfalarıyla döyüşdə məğlubiyyətə uğramışdılar. Çünki İskitlər döyüşkən millət idilər və onlar ən çox döyüşlərini at belində aparırdılar, atın üzərində. Və həmin vaxtı şərq ölkələrində isə dövlətlər piyada döyüşməyə üstünlük verirdi. Ona görə də bunların yürüşlərinin qarşısını ala bilmirdilər. Hətta İskitlər bir neçə dəfə Assuriyada hücum etmişdilər və bunu Assuriya paytaxtı Ninevadan arxeoloji qazıntılar zamanı tapılmış oxucularda sübut edir ki, İskitlər Assuriyada hücum etmişdilər. Və Assur hökmdarı Aşurbanipal bir neçə dəfə İskitlərlə döyüşdə məğlub oldu və o hiləgər bir siyasət yeritdi. Belə ki, o İskitlərin başçısı, İskit hökmdarı İşbakaya qiymətli hədiyyələr göndərərək onun bir tərəflindən nail oldu və bundan sonra Manna tək qaldı meydanda və eramızdan əvvəl 650-ci ildə Assuriyanın əsarətindən çıxmış Ahşerin üzərinə hücuma keçdi Aşurbanipal və paytaxt İzurtunu tutub yandırdı və Aşurbanipal bundan sonra çıxdı getdi öz ölkəsinə, lakin əhali, yəni Assuriya meyilli əhali Ahşerini bağışlamadılar və eramızdan əvvəl 650-ci ildə Mannanın paytaxtı İzurtu şəhərində Ahşeriyə qarşı üsyan baş verdi və bu üsyan zamanı Ahşeri öldürüldü. Ahşerinin ölümündən sonra hakimiyyətə onun oğlu Ualli gəldi. Ualli eramızdan əvvəl 650-630-cu ildə hakimiyyətdə olmuşdur. Və Ualli hakimiyyətə gələrkən dərhal Assuriya ilə atasının səhvini düzəldərək Assuriya ilə ittifaqı bərpa etdi. Və bundan sonra eramızdan əvvəl 616-612-ci illərdə eramızdan əvvəl 616-612-ci ildə Midiya və Babil qoşunları Aşurun paytaxtı Ninevaya hücum edərkən Manna onun müttəfiqi kimi öz qoşunlarını göndərmişdi Assuriyaya. Və Assuriyaya göndərməsinə baxmayaraq 605-ci ildə Assuriya dövləti süqut etdi və torpaqları bilir ki, Midiya və Babil arasında bölüşdürüldü. Və bundan sonra bu Mannanın ən böyük səhvlərindən biri idi. Çünki Manna gərək həmin vaxtı Assuriyaya yox, Midiya və Babilistlərə kömək eləyərdi. Və bu nəticədə Aşur dövləti dağıldı və Manna Midiyanın gözündə onun düşməninin müttəfiqi kimi qaldı. Və eramızdan əvvəl 590-cı ildə Midiya Mannaya hücum edərək Manna dövlətinin müstəqilliğinə son qoydu. Eyni zamanda 590-cı ildə həm Kimmerski Sak padşahlığı, eləcə də Urartu dövlətləri də Midiya tərəfindən süquta uğradılmışdır. İndi isə keçirik Mannanın təsərrüfat həyatına. Bilirsiniz ki, Mannada əhali oturaq həyat tərzi sürürdü və Mannada əhali əkinçilik və maldarlıqla məşğul olurdu. Əsasən də süni suvarma sistemindən istifadə edirdilər. Çünki Urmiya gölünün suyu duzlu olduğuna görə onlar çaylardan axlar çəkərək öz təsərrüfat sahələrini eləcə suyurdular və arxeoloji qazıntılar zamanı uzunluğu 12 kilometrə çatan axların da qalıqları tapılmışdır. Ümumiyyətlə biz Mannanın mədəniyyətini Həsənli və Ziviyyədən tapılmış materiallar əsasında öyrənirik. Mannanın mədəniyyətini Həsənli və Ziviyyədən tapılmış materiallar əsasında öyrənirik.
Həsəlindən tapılmış qızılcamın üzərində qatır və öküz arabaları qoşulmuş 3 tanrı təsvir olunmuşdur. Bu tanrılar Günəş, Ay və külək yağış tanrısı olan Tufan tanrısı. Külək yağış tanrısı olan Tufan tanrısı qeyd edilmişdir. Qızılcamın üzərində Günəş, Ay və külək yağış tanrısı olan Tufan tanrısı qeyd edilmişdir. Həmin bu Tufan tanrısı müharibə tanrısı idi. Müharibə tanrısı. Günəş və ay tanrılar isə həmin dövrdə iki çay arasında olan Günəş və ay tanrıları ilə eyniləşdirilmişdir. Tufan tanrısı müharibə tanrısı, Günəş və ay tanrıları isə iki çay arasında mövcud olan Günəş və ay tanrıları ilə eyniləşdirilmişdir. Ziviyədən tapılmış qızıl əşyaların üzərində isə dirilik ağacı təsvir edilmişdir. Dirilik ağacı təsvir edilmişdir. Bu isə təbiətin ölməsi və dirilməsini, insanların axirət dünyasına inamını təzəssüm etdirirdi həmin bu dirilik ağacı. Deməli, mannalar Günəş, Ay, külək yağış tanrılarına sitayiş edirdilər. Bir də ziviyədən tapılmış qızıl əşyanın üzərində dirilik ağacı təsvir edilmişdir. Bu da təbiətin ölməsi və dirilməsini, insanların axirət dünyasına inamını təzəssüm etdirmişdir. Sonra Mannalılar Urmiya gölü hövzəsində, yəni Mannalılar iki çay arasında mövcud olan mixi yazı sistemləri tanış idilər. O cümlədən bunlar hieroqlif yazı sistemindən də istifadə edirdilər. Mannalıların dili qədim türk dilidir. Sonra Manna dövləti haqqında nə deyə bilərik? Mannalı uşaqlar şəhərlərini qeyd edək. İzirtu, Uraş, Uşkaya, Həsənli, Ziviyə, İzirtu, Uraş, Uşkaya, Həsənli, Ziviyə və Sirdaqqa. İranzada 714-cü ildə bu şəhərdə müqavilə bağlanmışdır Manna ilə Assuriya arasında. Manna şəhərləri bunlardır. İzirtu, Uraş, Uşkaya, Həsənli, Ziviyə, Sirdaqqa. Bundan başqa Mannanın vilayətləri də var idi. Bu vilayətlər isə, vilayətlər içərisində bayaq qeyd etdiyimiz kimi ən böyük adı Zamua vilayətidir. İndi isə vilayətləri qeyd edir. Mannanın vilayətlərini. Mannanın ondan çox vilayətləri var idi. Mannanın vilayətləri. Ən böyük adı Zamua vilayətidir. Zamua. Daha sonra Mannanın vilayətlərini Girzan, Gizilbunda, Uişdiş, Zikertu, Alateye, Surikaş, Barasangibuti, sonra Messi, Subi, bu qədər bəs eləyər. Zamua, Girzan, Gizilbunda, Uişdi, Zikertu, Alateye, Surikaş, Barasangibuti, Messi, Subi. Yəni Mannanın bu kimi də vilayətləri var idi. Bugünkü dərsimiz bu qədər. Sağ olun.